görmüşəm ki, nə qədər böyük hörmətlə Gülamayıl anamı qarşılayırlar. Şəhid ailələri, məktəbdə müəllimlər, şagirdlər, hərbi hissələrin əsgərləri, zabitləri nə qədər böyük sahibi ilə qarşılayırlar. Akstafandadır, Akstafada. Akstafada, bəli, yubileyində olduq bu yaxınlarda, bəli, Qaraçaylı iştirak elədi orada. Yəni 450 nəfərlik zal rayon icra hakimiyyətinin başçısı və rayon rəhbərliyi ilə daxil olmaqla, yəni iğnə atsaydın yerə düşməzdi. Tədbirdən də sonra rayon icra hakimiyyətinin şəxsi iştirakı ilə verilən təntənəli banket düzənləndi. Yəni bu Gülamayıl xanımın timsalında həm də ədəbiyyatımıza, yazılarımıza, yazılar birliyimizə olan böyük hörmətin ifadəsi idi. Gülamayıl ana bu hörməti qazandırdığına və qazandığına görə sənə öz adından və qələm dostlarımız adından səmimi minnətdarlığımı bildirirəm. Çox hörmətli tədbir iştirakçıları, bizim bu gözəl, səmimi məclisimiz təəssüf ki, öz finalına gəlib çatır. Və biz təəssüf ki, müvəqqəti olaraq ayrılmalıyıq. Salidə xanımın və yaxud da bizim hər hansı birimizin ya özümüz yazdığımız, ya haqqında yazılan hansısa bir kitabın təqdimatına görə. İndi isə söz Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun professoru, filologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyası Rusiya Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, 24 kitabın ikisi bədii, 22-si elmi olmaqla müəllifi, Azərbaycan filologiya elminin şöhrətini Azərbaycanın sərhədlərindən kənara daşıyan, çox hörmətli Salidə xanım Şərifovaya söz verəcək. Bununla da bizim məclisimiz şəhət edəcək. Amma məclisdən sonra xatirə şəkil çəkdirəcəyik, deyərəm beləsin. Hörmətli həmkarlarım, dəyərli iştirakçılar, əziz qonaqlar, zəhmət çəkib gəldiyiniz üçün, vaxt ayırdığınız üçün hamınıza xüsusi təşəkkürümü bildirirəm. Bugün Yazıçılar İttifaqında, yəni Yaşlar Birliyində təqdim olunan bu hər iki kitab mənim üçün əziz və doğmandır. Yəni, hər iki kitab arasında seçim etsəm, heç birinin arasında seçim edə bilmərəm, ikisi də eyni dərəcədə mənə doğmandır. Yəni, mənzər miyarlığının bir yazıcı kimi mənim yaradıcılığım haqqında, bədii yaradıcılığım haqqında kitab yazması, Zakirə Əliyevanın isə elmiyyətlik baxımından elmi yaradıcılığının işıqlandırılması mənim üçün, mənim bu 55 illik həyatımda ən gözəl aldığım tövbələrdən biridir. Hər iki kitab haqqında geniş danışa bilərəm. Təbii ki, Mənzər xanım özü kitabının mahiyyətindən bəhs etdi və qeyd elədi ki, mənim bədii yaradıcılığımda, yəni mənim deməkdən xoşum gəlmir. Amma yenə qeyd edəcəm ki, qələmə aldığım bədii əsərlərin o əsas xüsusiyyətlərinə toxuna bilməsi və onu monoqrafiya şəklində gələcək nəsillə yönləndirməsi böyük əhəmiyyət daşıyır. Zakirə xanımın kitabına isə gəldikdə isə onu qeyd etmək istəyərdim ki, Zakirə xanım yalnız mənim elmi yaradıcılığım haqqında kitab yazır. O, özünün bu kitabı ilə, bu monografiyası ilə Azərbaycan ədəbiyyatşünaslığında yeni bir istiqaməti qoymuş və yeni bir yol açmışdır. Azərbaycan yalnız Azərbaycan ədəbiyyatşünaslığında deyil, ümumiyyətlə Azərbaycan elmində bir ilk olaraq özündən sonra bir ədəbi məktəb yaradacaq əminliyini bir ədəbiyyatşünas kimi, yəni elmlə məşğul olan bir alim kimi deyə bilərəm ki, Zakirə xanımın bu kitabı ondan sonra bir ədəbi məktəbin yaradıcılığının əsasını qoydu. Və düşünürük ki, Zakirə xanımın qələmə aldığı bu kitab, bu ilk kitab gələcəkdə inkişaf edəcək və əlbəttə lazım olacaq. Çünki artıq elmin sintez şəklində digital elmlərlə yanaşı bərabər inkişafı elmə də təsirini göstərir və Azərbaycan alimlərinin yaradıcılığını, elmiyyətlik baxımından təhlil etmək, analiz etmək, dəyərləndirmək, onların dünya ədəbiyyatına, dünya elminə inteqrasiya etməsini göstərə bilən bir ədəbi metod kimi qəbul edilməlidir. Ona görə də çox danışmayacağım. Hər iki müəllifə xüsusi təşəkkürümü bildirirəm. Mənzər xanımın neçə il ərzində əlsiyə gətirdiyi, yəni Mənzər xanımın illik plan ərzində götürdüyü məqalələrin sonunda belə bir kitab alınacağını nə Mənzər xanım özü inanmırdı, nə mən inanmırdım sonuna qədər. Və yenə də Zakirə xanımın isə məqalə şəklində hazırladığı bir məqalənin sonunda özüm haqqında olan kitab olduğuna görə demirəm.
elimiz üçün, Azərbaycan ədəbiyyatşünaslığı üçün əhəmiyyət kəsb edən belə monoqrafiya qələmə alınacağını heç mən özüm də gözləmirəm. Ona görə də hər iki müəllimə təşəkkür edirəm. Bu yalnız mənim yaradıcılığım haqqında bir kitab deyil, bu gələcək nəsillər üçün bir örnəkdir və gələcək Azərbaycan ədəbiyyatşünaslığını tədqiq edəcək olarsa, mənim haqqımda fikir söyləmək istəyən olarsa, yəni bədii yaradıcılığımı da, elmi yaradıcılığımı əhatəli şəkildə göstərən bir mənbə olacağına əminəm. Və onu qeyd edirəm ki, kitabların həcminin balacalığını nəzərə almayın. Kitabların əsas o daxilində olan o fikirlərin, yəni o fəsillərin təqdimidir ki, əhatəli şəkildə əhatə olunub. Mənzər xanım, əzizim Zərgər xanım, hər ikinizə xüsusi təşəkkürümü bildirirəm. Var olun, yaxşı ki, sizi tanımışam. Siz olmasaydınız, bu kitablar da yəqin ki, olmazdı. Bəlkə də olardı, başqa aspektdən olardı. Ancaq yenə bayaq icrasda da qeyd olundu ki, mən özüm həmişə yazmışam. Müxtəlif, dəyərli insanlar haqqında yazmışam. Və məni tanıyanlar bilir ki, dəyəri olan, əsərləri əhəmiyyət kəsb edən əsərlər haqqında əsər yazmışam. Düzdür, bayaq İbrahim müəllim də dedi ki, müxtəlif müəlliflərdən yazır. Müxtəlif müəlliflər belədir ki, o müəlliflər yada düşmür. Bülent Ecevit haqqında, onun bir şair olması haqqında, Türk ədəbiyyatında şair olması haqqında ona toxunmuşam. Yəni, belə müəlliflər olur ki, hansı ki, yaddaşlarımızdan ədəbiyyatşünas kimi kənarda qalır və mən çalışıram ki, onlar bir yazıcı kimi, bir şair kimi ədəbiyyatşünaslıqda istəyər, Türk ədəbiyyatı olsun, istəyir Azərbaycan ədəbiyyatı, onların xidmətini gələcək nəsillərə monoqrafiya şəklində də olmasa, balaca məqalə şəklində göstərə biləm. Ona görə bir daha yenə təşəkkürümü bildirirəm, hamınıza xüsusi təşəkkürümü bildirirəm və başda olmaqla da Mənzər xanım və Zərgər xanım. Sağ olun, var olun, Allah sizə sağlıqlı olun.